Rafizilər kimi hər dəfə deyirəm. Necə İbn Teymiyyə deyir. Yer üzündə yalancı ikinci tayfa yoxdur. Böyük İslam alimi olan Şeyxülislam İbn Teymiyyə də səhv axtarır, tapmağa çalışır. Halbuki həmin alimə Mizzidir, böyük əhl-sünnə alimləri Mizzi, İbn Həcər və digərləri Şeyxülislam adı veriblər. İbn Həcər rəhməhullah deyir ki, Buxarını şərh edən İbn Həcər deyir, həqiqətən də İbn Teymiyyə haqq olaraq Şeyxülislamdır, İslamın şeyxidir. 700 ildir, 700 ildən çoxdur. Heç bir Şiə alimi və ya alimləri yığışıbanı Minhecü's Sünnə kitabına cavab yaza bilməyiblər. Niyə görə? Çünki cavab vermək qüdrətində deyirlər, səviyyəsində deyirlər. Siz ona cavab verə bilməzsiniz. Çünki elə mükəmməl rədd edib ki, siz ona cavab verə bilməzsiniz. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. Bizim debat fərarisi, məşhur debat fərarisi sizi təəccübləndirməsin ki, bu Seyyid Xoy ağanın haqqında rahiməhullah yalan uydurub iftira edib. Bu insan belə edirsə sizi təəccübləndirməsin. Niyə görə? Çünki bunun Şeyxülislam hesab etdiyi, əslində Şeyxül Kəzib olan, yaxud Əş-Şeyxül Kəzzəb, yalancı, çox-çox yalan danışan şeyx olan İbn Teymiyyələri nə qədər yalanlar danışır. Biz Minhacü's Sünnətin Nəbəviyyə adlandırdığı kitabında onun indiyə qədər Allah həmd olsun 26 bəhsdə İbn Teymiyyənin yalanları silsiləsindən 26 bəhsdə onun necə yalan danışdığını göstərmişik. Bir Vəhabi özünə İbn Teymiyyəyə Şeyxülislam deyən bir nəfər Vəhabi özündə cürət tapıb, hünər edib bu bəhslərimizə də cavab vermir. Başda bu debat fərarisi olmaq şərti ilə və o birisi İbn Teymiyyənin müdafiəçisi olmaq şərti ilə heç biri gəlib bu bəhslərimizə cavab verə bilmir. Gizlənirlər və gizləndikləri yerlərdən çıxıb bu məsələlərə cavab vermirlər. Bir insanın, bir tayfanın Şeyxülislamı yalancı kəzzabdırsa, iftira eləyəndirsə, onun adi balaca vəhabilərindən sən nə gözləyəsən? Baxın, İbn Teymiyyənin yalanları silsiləsindən 27-ci yalanı təqdim edirik. Minhecü's Sünnətin Nəbəviyyə adlandırdığı kitabda biz bu kitabı artıq iftira cəridəsi hesab edirik və iftira cəridəsinin məşhur mühərriri də həmin İbn Teymiyyədir. Deməli, Minhecü's Sünnətin Nəbəviyyə adlandırdığı kitabda 6-cı cilddə təhqiq doktor Muhammed Rəşad Səlim 69-cu səhifədə bir dənə rivayət gətirib. Ləvləm ub'as fikum ləbu'isa fikum Umaru. Peyğəmbər sallallahu aleyhi və səlləm güya buyurub ki, əgər mən sizin aranızda peyğəmbərliyə seçilməsəydim, Ömər peyğəmbərliyə seçilərdi. Sonra deyir ki, və həzəl ləfzu fit Tirmizi. Bu ləfz deyir Tirmizidə mövcuddur. Aşağıda mühəqqiq, yəni doktor Muhammed Rəşad Səlim aşağıda 2 qoyub yazıb. Deyir, səbəqəl hədisu və tə'liqu aleyhi fi həzəl cüz. Deyir, bu hədis və ona olan tə'liq, yəni onun haqqında səhihdir, səhih deyil deməyimiz bu cüzdə, yəni 6-cı cüzdə keçib, 55-ci səhifədə. Fis-safhatil xamisəti vəl-xamsin. 55-ci səhifədə o barədə danışmışıq ki, bu hədis səhihdir yoxsa yox. Gəlirik 55-ci səhifəyə, həmin rivayəti gətirib deyir, və qalən nəbiyyü sallallahu aleyhi və səlləm və alihi və səlləm, bu alihini biz deyirik. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, ləvləm ub'as fikum ləbu'isə fikum Umaru. Əgər mən sizin aranızda peyğəmbərliyə seçilməsəydim, Ömər peyğəmbərliyə seçilərdi. Aşağıda zeylində haşiyədə 3 qoyub, mühəqqiq doktor Muhammed Rəşad Səlim yazıb ki, əvrədə ibn Teymiyyətə həzəl hədisə mərrətən uxra fi həzəl cüz'i bə'də səfəhatin. Deyir ki, İbn Teymiyyə bu hədisi varid eləyib, gətirib, daxil eləyib başqa bir dəfədə fi həzəl cüz'i, bu cüzdə, yəni hələ 6-cı cüzdə bə'də səfəhat, bir neçə səhifədən sonra. Hansı səhifədə? 69-da. Və nassa hunəkə alə ənə həzəl ləfzə fit Tirmizi. Və orada açıq-aşkar bildirib ki, bu ləfz nədir? Tirmizidə gəlib. Və ləm əcidil hədisə bi həzəl ləfzi fi sunəni Tirmizi. Mühəqqiq deyir ki, mən bu ləfz ilə həmin hədisi deməli, Sunan Tirmizidə tapmadım. Deməli, adam özündən uydurub, iftira, yalan, böhtan deyir ki, bu Tirmizidə mövcuddur. Mühəqqiq bu kitabı təhqiq edir, deyir ki, mən belə bir hədisi Sunan Tirmizidə tapmamışam.
Sonra deyir ki, "Və avradahu İbnül Cavzi", İbn Cavzi bunu gətirib bu rivayəti fil mevzuat kitabında, yəni uydurmalar kitabında, uydurma hədisləri topladığı kitabda və zəkərə İbnül Cavzi və İbn Cavzi bu hədisi zikr eləyib el-hadisə fi kitabihil mevzuat. Özünü mevzuat kitabında zikr eləyib, yəni uydurmalar kitabında, yəni uydurma rivayətdir. Və ca'al hadisu marratayn fi fadailis sahabə. Yaxud fi fadailus sahabə və bu fadailus sahabə kitabında da bu hədis 2 dəfə gəlib. Və zəkərəl muhaqqiqu fi ta'liqihi isnaduhu da'ifun. Mühəqqiq təliqdə gətirib ki, bunun isnadı zəifdir. Deməli, özündən uydurub başqa kitablarda olan zəif və yaxud uydurma rivayəti gətirib Tirmizinin adından yalandan zikr eləyir ki, bu Sünan Tirmizdə mötəbər Sünnə Alimin kitabında mövcuddur. Və əslində bu rivayətin məzmununda başqa bir rivayətlər var. Onu bəzi alimləri həsən və səhih hesab eləyiblər. İslamqa.info saytına müraciət edirik. Deyir, həl sahha hadisu ləv kənə bə'di nəbiyyun ləkənə Umara. Deyir, məndən sonra Peyğəmbər olsaydı Ömər olardı, hədisi səhih deyib ki, Peyğəmbər deyib. Cavabında deyir ki, bunu Əhməd gətirib, İmam Əhməd rivayət edib. 17405 rəqəmli rivayətdə, Tirmizi rivayət edib 3686 rəqəmli rivayətdə, Hakim rivayət edib 4495 rəqəmli rivayətdə. Sonra deyir ki, "Və hazal hadis ixtalafa fihi ahlul ilmi." Bu hədis bunun barəsində elm əhli ixtilaf edib, "Fasahhahahu'l hakim və vafaqahu'z Zəhabi." Nisaburi, Hakim Nisaburi və İmam Zəhabiləri, Əhlüsünnə və Vəhhabi alimləri bunu səhih hesab eləyiblər və həssənahu Tirmizi bunu həsən hesab eləyib və kəza həssənahul Əlbani. Həmçinin Vəhhabi Şeyx Əlbani bunu həsən hesab eləyib fi Sahih Tirmizi. Sahih Tirmizi kitabında. Niyə görə bu rivayət əslində Vəhhabilərin əleyhinədir? Ona görə ki, əgər Peyğəmbərdən sonra Peyğəmbər deyir, məndən sonra Peyğəmbər olsaydı Ömər olardı, artıq Ömər Peyğəmbərdən bir pillə aşağıdır. Əbu Bəkirdən, Osmandan, İmam Əlidən əleyhissalam bir pillə yuxarıdır. Yəni bunu da bütün ağıl sahibləri qəbul etməlidir. Bir nəfər desə ki, yox, bunun dəlilini gətir, mən o şəxsə deyirəm ki, sən gedib başını həkimə göstər, başının sağlam olmasına dair mənə həkimdən dəlil gətir, mən də bunun dəlilini gətirim. Gün kimi açıq aydındır. Hətta günün aydın olmasından da daha aşkar məsələdir ki, bir nəfərin haqqında Peyğəmbər desə ki, məndən sonra Peyğəmbər olsaydı Ömər olardı. Deməli, Ömər fəzilətdə Peyğəmbərdən aşağıdır, bütün insanlardan zamanında yuxarıdır. Həmçində Əbu Bəkirdən. Bəs necə olur ki, Ömər qala-qala Əbu Bəkir xəlifə olur? Niyə səqifədə Ömər deməyib ki, Peyğəmbər mənim haqqımda belə söz deyib? Niyə Əbu Bəkir Ömər ona bəyyət eləyəndə demədi ki, yox, sən nə danışırsan, sənin haqqında Peyğəmbər belə söz deyib? Deməli, bu rivayəti uydurmusunuz Peyğəmbərin adından, yalandan Peyğəmbərə nisbət vermişsiniz. Yox, əgər doğrudursa, onda əqidəviz batildir. Hardan çıxarmısınız ki, Əbu Bəkir ümmətinin ən üstün şəxsidir? Bir insan necə ola bilər ki, Peyğəmbərliyin həddində olan bir şəxsdən üstün olsun? Ömərin bir dənə fərqi bu idi ki, Peyğəmbər deyildi. Deməli, fəzilətdə Əbu Bəkirdən üstün olmalıydı. Buyursun debat fərarisi bu məsələyə cavab versin. Həmçinin İbn Teymiyəni müdafiə edən o birisi iftira atan, bəhslərimizə cavab verməyən, o birisi fərari də bəhslərimizdən, suallarımızdan qaçır. Buyursunlar bu məsələyə cavab versinlər. Yalandan uydurmaqla deyil, Şeyxülislamdır İbn Teymiyyə, filan kəs onun haqqında Şeyxülislam deyib, nə bilim mütləq müstəhiddir, bütün hədisləri bilir və s. Özünüzdən uydurmayın. Buyurun bu məsələlərə cavab verin. Velhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin.